şubəsindəyik. Şikayətçi Asif Ələmov aylardır 5 evi sökülüb. Lakin həmin bu 5 evin əvəzində şirkət heç bir razılığa gələ bilmir. Beş evin bütün çıxarışları Asif Ələmovun əlindədir. Qanuni evlərdir. Lakin şirkət rəhbərliyi razılığa gəlmir. Bax, bu yerdə Asif Ələmovun 5 evi olub. 5 evinin bütün çıxarışları da əlindədir. Lakin şirkət rəhbərliyi Asif müəllimi bulmayanda söküb dağıdıb. Heç bir razılığa gəlmir. Bəli. Kim bilir? Rəhbərlik bildirməli deyilik. Dəfələrlə gəlmişik. Xəbər verə bilərsin rəhbərliyə qarşı tərəfində. Qarşı tərəfində fikri önəmlidir. Vətəndaş sözün desin, onlar da gəlsin. Problem deyil. Asif müəllim, sözünüzü burada deyin. Burası sizin həyətiniz olub. 5 eviniz burada olub. Və dəfələrlə çəkiliş etməyinizə baxmayaraq heç bir razılığa şirkət gəlmir. Əvvəlcə vəkiliniz danışdın olar. Buyurun, özünüzü təqdim edin. Kərimli Elçin Zakiroğlu, Asif Ələmovun vəkiliyəm. Asif müəllimin 5 dənə çıxarışı var. Dövlət tərəfindən qeydiyyata alınmış 5 mənzili var burada. Həmin 5 mənzilin söküntüsü və tikintisinin məhkəmə tərəfindən 26 may tarixində Əfəmar Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. Buna baxmayaraq sökülmüşdür. Hazır gördüyünüz kimi tikintiler davam edir. Bu ilə əlaqədar olaraq biz vaqif qurumlara müraciət etmişik. Vaqif qurumlar tərəfindən tədbirlər görülür. Hal-hazırda Ədliyyə Nazirliyi İstintaq Baş İdarəsində material şəklində araşdırma aparılır. Həmçinin Yasamal rayon prokurorluğunda material şəklində araşdırma aparılır. Lakin bunlara baxmayaraq yenə də söküntü işləri bitib artıq, amma tikinti işləri davam edir. Burada tikinti aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti sərəncamına əsasən qeyd olunur ki, mülkiyyətçilərlə razılıq əldə olunandan sonra, vaqif razılığı əldə olunandan sonra, onlar razılaşdırıb köçürüləndən sonra tikinti işlərini davam edə bilərlər, sökə bilərlər ərazini. Lakin buna baxmayaraq, o sərəncamın da tələblərinə əməl olunmur və vaqif işlər aparılır. Biz dəfələrlə, Asif müəllim özü dəfələrlə bir yerdə danışıqlara aparmışıq, lakin heç bir nəticəsi yoxdur. Nəticə olmadıqda bu vaqif qurumlar tərəfindən Fövqəladə Hallar Nazirliyidir, Ədliyyə Nazirliyidir. Bu tikinti işləri dayandırılmalı, lakin dayandırılmır. Nəyə görə dayandırılmır? Asif müəllimin əlində sənədlər var axı. Məhkəmənin qərarı var ki. Biz müraciətlərimizi eləmişik. Bugün səhər 11-in yarısı gəlməlidir Yasamal rayon icra şöbəsindən icra məmurları bu tikintini dayandırmağa, lakin gəlmədilər. Bizlər 3-də gələcəyik. Ona görə də tədbirlər görülmür də. Biz durub bu texnikanı buradan özümüz çıxara bilməliyik. Bunu dövlət orqanları eləməlidir. Həbs var, həbsi qoyulub, qarşısını almalıdırlar. Tikintiyə qadağa qoyulub. Fevral ayının 12-si Fövqəladə Nazirliyi Tikintiyə Nəzarət Dövlət Agenti tərəfindən fevral ayının 12-sində tikintiyə qadağa qoyulub. Lakin yenə tikinti işləri davam edir. Kimə müraciət etmək lazımdır? Biz ərizələrimizi yazmışıq, vaqif qurumlara müraciət etmişik, bütün qurumlara müraciət etmişik. Hal-hazırda müraciətlərimiz davam edir, hər gün müraciətlər edirik. Bütün qurumlar bu işlə maraqlı olmalıdırlar. Hansı qurumlara müraciət edək ki, məhkəmə həbs qoyur? Bunu icra etmək. Bunun icrasına baxır Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi, Yasamal rayon icra şöbəsi. Buna baxır hal-hazırda material İstintaq İdarəsində olduğuna görə Ədliyyə Nazirliyi İstintaq Baş İdarəsi. Bir də Tikintiyə Nəzarət Dövlət Agentliyi. Məhkəmə hüquq şurasıdır baxın. Yoxdur. Çox sağ olun. Buyurun. Təşəkkür edirəm. Asif müəllim. Buyurun.
çəkilişlərdən sonra salam Əsməli. Çəkilişlər elədik dəfələrlə. Sizi çağırdılar. Qurumlara getdiniz, Nazirlər Kabinetinə getdiniz, Baş Prokurora getdiniz. Sizi heç çağırıb məsləhətlər ki, gəlin razılaşaq. Nə dedilər sizə? Dəfələrlə bizim görüşlərimiz olub, 4 dəfə, 5 dəfə, dəfələrlə olub görüşlərimiz. Amma çox təəssüflər çox nəticəsiz qalır. Nəticəsiz qalır. İndi ona görə də əlimizdə məhkəmə qərarı var. 5 dənə əlimizdə çıxarış var, məhkəmə qərarı var əlimizdə. Fövqəladan da var. Həbsi qoyulub, qərarı qoyub ki, qadağan üzrə qoyulub, amma çox təəssüflər ki, məhəl qoyan yoxdur. Yəni qanuna icra olunmur. İcra olunursa da City Life öz xuntasını işə salıb heç kimi tanımır. Çünki qanunlara tanımır, əməl eləmir. Arxası bağlıdır, bilmirəm, pulu çoxdur, nəyə görə? Amma bunu biz başa düşə bilmirik. Onu yəqin ki, adiyyatı quruma daha yaxşı bilər. Şirkət ofisi bəli, buraya yaxındır. Bax, bir daha xatırladım Burada ki, əlimdə çəkil sənədlər. bu həyət Asif Ələmoğlu olub. Asif Ələmoğlu 5 ildir şirkət tərəfindən dağıdılıb. Lakin razılaşma gedib, haqqında üçün Asif Əli yenə də tamamda müraciət edir. Yenə yoxsa. Buna çıxardı. Şirkətin adı necə gedir? Şirkətin adı City Life. City Life. Rəhbəri kimdir? Rafael Mirzəyevdir rəhbəri, icraçı direktor işləyir. Aqif müəllim isə buranın təhsil direktorudur. Tafiq müəllim. Ancaq çox təəssüflər olsun ki, bu günə kimi nəticəsi qalır hər şey. Heç bir nə məhkəmə qanunu var, icra olunmur. Məhkəmənin qanunu var. Qərar çıxardır ki, ikinci saxlanılsın. Kimdir vətəndaş? Rafiq müəllimin də müavinidir. Akif müavini. Və niyə dayanmadı? İstəmədi, baxsın. Elə istəmir də görsənsən. İndi ona görə də bax, buyurun. Burada gördüyünüz mənzərə yenə də ki, bax, heç birsinə nə qanun işləyir, nə də ona məhəl qoyan var. Fövqəladə də var, qərar çıxardıb icra olunmur. Məhkəmə qərarı var, icra olunmur. Bunları heç birisi tanımır, nə dövlət tanıyır, nə qanun tanıyır. İndi bunu biz necə başa düşək? Bunlar çünki bunların pulu da var, arxası da var deyin. Kimlər bunu dəstək verir? Bunun yəqin aidiyyatı qurumuna daha yaxşı bilər. Mənim 5 mənzilim var mı qalmışam küçədə, çöldə qalmışam. Ofis hardadır? Ofis qabağdadır orada. Bilim odur. Görsən özü gəlib bura, amma buradan bura özü yaxınlaşır. Bəli. Ha, yap. Yaxşı. Yolunu bırakar. Akif müəllim. Bəli. Bax, məhkəmənin qərarından sonra bunlar bilir ki, məhkəmə bunları həbs cəzası qoyub tikintini saxlamaq barədə. Bəli, bunlar dəfələrlə bunlar aktlar var əlində, sənədlər var, aktlaşdırılıb, sənədləşdirilib. Bu günlərdə gəlməli idilər icraçılar, dünən gəlməli idi, alınmadı. Bu günlər də söz veriblər gəlsinlər. Burada yenə də aktlaşdırıb protokollaşdırsınlar. Amma bu dəfələrlə bu cərimə olunsa da 2 dəfə 1300 City Life şirkəti MMC məhkəmə tərəfindən cərimə olunur. Amma yenə də bunlara məhəl qoyulmur. Hər hansı bir razılaşma aparılmadan yenə də ki, tikinti işləri aparılır. Söküntü işləri qutarıb, indi tikinti quraşdırma işləri aparılır. Təməl qazma işləri qutarıb, indi artıq sıvaylar var. Gördüyünüz kimi mənzərədə. Kaçalan deyirlər də, kaçalan sizin evinizin yerindədir. Bəli. İxtiyarı yoxdur, işindən üzərində almamış. Razılıq olun. Kaçalan qapılsın. Bəli. Bu barədə nə deyirlər? Bunlar
Bu barədə nə demək olar? Bu da özləri üçün indi bu dəqiqə hal-hazırda gördülər çəkilişləri, rəhbəri hərəsi bir tərəfə dağılışdı. Gələn yoxdur, ortalığa çıxan yoxdur. Hamısı da oğurluq oldu. Buradan gəlirlər, kimsə dedi, çox ümidvaram ki, o Fövqəladə Hallar Nazirinin Sərdar müəllimə dəfələrlə desə məhkəmə qərarı var. Cəbrayıl müəllim sağ olsun, burada həbs qoyulub, amma ki onun müfəttişi tərəfindən icra olunmur. Deyir, mən deyirəm, mənim gücüm çatmır. Bu necə dövlət orqanıdır ki, bu əgər bu deyirsə, qadağa qoyursa, bu qadağanı pozurlar. Deməli, dövləti həbsli qərara məhəl qoymurlar. Bəli, məhkəmə qərarı da var, həbs qoyulub, onu da məhəl qoyulmur. İcra olunmur. Hansı, mən başa çıxmıram burada. Bunlar kimə bağlıdır? Bunlar arxası kimə bağlıdır? Elə hər yerdə maddiyyətlə mi ölçülür qanunlar? Yoxsa nə ilə mi ölçülür? Mənim 5 mənzili var, qalmışam çöldə. Bax, bu vardı nə deyirlər, 5 mənzili çökəsən. Burada oranın ofisləri də bura. Bura? Hə, bəli, kamerada orası görürlər. Elə burada da çəkiliş aparır. Burada da ofis? Hə, burada, yuxarıda bura. Burada onların City Life'ın ofisidir. Hal-hazırda bir rəhbərlikdən kimsə yoxdur ki, görənlər də yəqin ki, etmirəm ki, gəlib özləri təqdim eləsinlər. Qarşı tərəfində fikir öyrənlidir. Nəyə görə evlisinizlər? Sizə haqqınızı verirlər. İndi oradan kimsə lazım olsa yanımızdan keçdilər, yaxınlaşardılar. Yəni, Bir də ofisə. ofisi nədir? City Life'ın ofisidir. Bax, bu qədər evlər tikiblər. Gedəyin də görək nə deyirlər. Qarşı tərəfin fikir önəmlidir. Bəli. Onlar yaxınlaşır, burada heç bir taban. Hə, deməli. Hə, yanımızdan keçənlər. Yanımızdan keçənlər ofisin əməkdaşları idi, mavinləri idi. Bəli, hər ikisi yanımızdan keçdilər, amma yaxınlaşan olmadı. Yalnız gəlib fikir bildirmədilər. İstəmədilər yağın görüntülər, yoxsa nədirsə, heç birisi buna yaxınlaşmır. Deməli, biz gəlirik ki, qarşı tərəfin fikri önəmlidir, onların da fikri. Deməlidirlər fikirlərin ki, nəyə görə vermirlər? Yanımızdan keçdilər mavinlər. Amma həll qoymadılar, üzlərini çevirib getdilər. Kimə müraciət edirsiniz, Akif? Mən dövlət başçısına, dövlət qurumuna, aidiyyatlı qurumlara mən müraciət edirəm ki, mən çox xahiş mənim 5 mənzilim var, qalmışam çöldə, məhkəmə qanunu var, icra olunmur. Xahiş edirəm tikintini saxlasınlar ki, bunlar məndən hər hansı konser ödəməyiblər. Razılaşma olandan sonra, razılaşma müqaviləsi olandan sonra, müqavilə bağlanandan sonra, ödəniş ediləndən sonra tikintini başlaya bilərlər. Mən yenə də müraciət edirəm. Dövlət prezidentə, onun xanımına, vitse-prezidentə, dövlət qurumlara, aidiyyatlı qurumlara. Necə olur ki, bu dövlətin vətəndaşı evi sökülüb küçədə qalır. Harada qaldı? Axı dövlət onun qanunvericiliyi, axı vətəndaşın qarantiyasıdır. Harada qaldı bu qarantiya? Şirkətin indi pulu var deyin, arxası var deyin, indi bu vətəndaş küçədə mi qalmalıdır? Şirkətin rəhbəri dediklərə görə, bax indi sakinlər deyirdi. Tək elə Azərbaycanda 5-6 yerdə bax belə evlər tikir, binalar tikir. Akif müəllim dedisə? Afif müəllim. Afif müəllim. Bəs Afif müəllim özü nə deyir bu işə? 6-7 dənə yerdə, belə 28-də, Xətayda bu cürdə binalar tikən adam. Nəyə görə sizinlə razılaşmasın? Razılaşma nəticəsi qalır. Bizlə, mənlə dəfələrlə neçə dəfə görüşmüşük, heç bir şey, elə bir razılaşma ilə şərtlər ilə sürür ki, heç vaxt qane etmir. Özlərinə, özünün manafeyinə uyğun, özünə uyğun şəkildə razılaşma aparmaq istəyir. Oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu da City Life'ın şirkətinin ofisidir. Biz gəlmişdik ki, qarşı tərəfdən fikirlərini öyrənək ki, nəyə görə vətəndaşın haqqını vermirsiniz. Yanımızdan keçdilər hamısı, hərə bir tərəfə keçdi, yaxınlaşan olmadı. Təşəkkür edirəm izlədiyiniz üçün.